Salam aleyküm gəzginlər. Bu səfər də yolumuz Keyrəki Palçıq vulkanınadır. Əslində biz ora çox yaxın yaşayırıq. Amma 30 ildir gözümüzü mazol edib, bir dəfə də olsun getməmişik. Rəsul da yanımdadır. Bu səfər bəxtsiz bədəvi Rüstəmi gətirməmişik. Yəni ona heç deməmişik də, yəqin ki bizdən inciməz. Gedək Palçıq vulkanına çatanda sizə xəbər eləyəcəm. Yəni orada çəkiş eləyərik. Xəbər eləyəcəm, nə idi o? What? Yoldaşlar, biz çatmışıq. Vulkan buradadır. Prosto burada ürək açan bir mənzərə var. Düz vulkanın qırağıdır. Bütün hər yer zibildir. Bilmirəm, bizim millət bu təbiət nə deyək ona? Təbiətdən nə istəyir də? Yəni bu hara qədər belə olacaq? Hara gedirsən zibillikdir. Deyəndə də razılaşmırlar ki, nə danışırsan, zibilli zad yoxdur, filandır, bəsməkandır, çəkib göstərmə. Ayıbdır valla. Bu yarayan bir şey deyil. Bunu neyniyək, hara deyək, kimə deyək, hər yer dağın başına kimi az qaz zibillikdir. Bütün yol boyu bura zibildir. Olmaz axı belə. Yoldaşlar, bilmirəm səsim nə dərəcədə gəlir. Mənzərəmiz budur. Buradan demək olar ki, bütün Bakı ərazisi görsənir. Bura Keyrəki Palçıq vulkanıdır. Düz indi vulkan yoxdur bu ərazidə. Yəqin ki üstü bağlanır. Amma gəlmək istəyirsinizsə, buradan bir yol Binəqədi istiqamətindən gəlir. Bura Binəqədi mərkəzi, sentralini deyirlər. Binəqədi sentralindən gəlmək olar. Bir də bu tərəfdən Xırdalan istiqamətindən gələ bilərsiniz. Obşi mənzərəmiz də budur. Bu Palçıq vulkanı haqqında da biraz məlumat verim. Həm də mənzərəni göstərim. İlk dəfə 1824-cü ildə partlayıb. Vulkan püskürüb. Axırıncı püskürməsi də 2017-ci ildə olub. Səhər saatlarında, saat 7-də cəmi 15 dəqiqə çəkib. Ondan bəri də ki partlamır. Hazırda da bu vulkan qurumuş vəziyyətdədir. İndi bilmirəm, baxacaq o tərəflərə görə oralarda püskürmə var, yoxsa yoxdur. Oxuduğum qədərilə olmalı idi. Maye halında, qaz halında xırda da belə püskürmə olmalı idi. Amma indi biz görmürük. Mənzərəmiz də budur. Oradan Lökbatan görsənir, Xırdalan. Bu istiqamətdə, yəni Rəsul, bu istiqamətdə Müşfiqdir. Bura Masazırdır. Bu istiqamət Masazırdır. Masazır gölüdür. Burada bir dənə də Duz gölü var. Bura Şimal Binəqədi gölüdür. Bura Cənub Binəqədi gölüdür. Yəni ən azından elə yazılıb. Dəqiq bilmirəm. Yəni həqiqətən adı oldu yoxsa yox. Orada da Böyükşor gölüdür, görsənir. Olimpiya stadionu falan, Dərnəgül, o istiqamətlər hamısı görsənir. Bu da Bakı şəhəridir. Bu istiqamətdə görsənir. Yəni bura çıxmaqla Bakının obşi mənzərəsini görmək mümkündür. Gələ bilərsiniz. Fonlu cəmi Bakıdan bura 12 kilometrdir. İndi biz yaxında qaldığımız üçün uzaq başa 10 dəqiqə vaxt sərf elədik. Belə Bakıdan gələnlər üçün də 15-20 dəqiqə uzaq başı probka görməsiz burada ola bilərsiniz.